göz yaşları stressi azaldır. Harvard Health Publishing jurnalında dərc edilən məqaləyə görə ağlamaq insanın həm emosional, həm də fiziki sağlamlığına müsbət təsir göstərir. Alimlər tərəfindən aparılan Is Crying Good for You, yəni ağlamaq sizə xeyirdirmi adlı tədqiqatda qeyd olunur ki, emosional göz yaşları zamanı orqanizmdə endorfin və oksitosin hormonları ifraz olunur. Bu hormonlar ağrını azaldır, bədəni rahatlaşdırır və stres səviyyəsini tənzimləyir. Araşdırmaya əsasən ağladıqdan sonra iştirakçıların 98% özünü daha sakit, rahat və emosional cəhətdən sabit hiss etdiyini bildirib. Mütəxəssislərin fikrincə bu hal ağlamağın bədənin təbii tənzimləmə mexanizmi olduğunu təsdiqləyir. Göz yaşları vasitəsilə stres hormonları orqanizmdən xaric olur. Bu isə psixoloji gərginliyi azaldır və yuxu keyfiyyətini yaxşılaşdırır. Tədqiqat həmçinin göstərib ki, ağlamaq sosial əlaqələrin möhkəmlənməsinə yardım edir. Çünki insan ağlayarkən ətrafdakıların dəstəyini almağa meylli olur. Bununla belə tez-tez və səbəbsiz ağlama halları psixoloji pozuntuların əlaməti ola bilər və bu halda mütəxəssisə müraciət olunmalıdır.